tərtibi qusurda niyyətdən sonra əvvəl baş və boynu yumalıyıq. Sonra sağ tərəfin hamısını və ondan sonra sol tərəfi bütövlüklə yumalıyıq. Bu tərtibə riayət etmək lazımdır. Əgər bilərəkdən ya səhvən və ya məsələni bilməməzlik üzündən bu tərtibə riayət etməsə quslu batildir. Üst tərəfin kamil şəkildə yuyulmasına tam əmin olmaq üçün bir miqdar ondan artıq yumaq lazımdır. Lazım deyil bədənin hamısı əl ilə yuyulsun və əgər su bədənin hamısına çatdırılsa kifayət edər.